Salam, kanalıma, videoma xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Bugün sizlə dərs cədvəlimi, dərs planımı paylaşacağım. Əvvəl hansı plandan istifadə edirdim və daha sonra niyə başqasına keçdim, bunu da sizlə bölüşəcəm. Bir də qismət olsa, inşallah bu videodan sonra biraz istirahət eləyib dərs videosu çəkəcəm və o dərs videosu sizlə sabahlar bölüşəcək və sabah kanalda olacaq. İndi isə gəlin çox uzatmadan keçək plan haqqında danışmağa. Əvvəl hansı plandan istifadə edirdim? Gəlin birinci bundan danışım. Mən 9-dan 6-ya işləyirəm və işdən evə gələndə görürdüm ki, çox yoruluram və heç bir işi görə bilmirəm. Yəni, heç bir dərsi eləyə bilmirəm. Ev işlərlə bərabər çox vaxtım gedirdi və yorulurdum. Test işləmək istəyirdim, alınmırdı. Dərs öyrənmək istəyirdim, dərslər üst-üstə yığılıb qalmışdı. Və belə bir qərara gəldim ki, digər fənləri qoyum bir kənara, ancaq 2 ay ərzində tarix oxuyum. Tarix oxuyum, test işləyim. Tarixdən mövzular çox götürüm, gecə səhərə kimi yatmayım. Bu planla bir neçə həftə, yəni daha doğrusu bir həftədən 1-2 gün çox biraz getdim, amma gördüm ki, mən 2-3 dərs götürürəm, öyrənirəm, amma yenə unuduram. Biraz da canıma qorxu gəldi ki, birdən digər fənləri çatdırmasam, daha sonra üst-üstə toplansa, mən həmin stressdən heç bir şey yazılaşa bilməyəcəm. Ona görə də o plan mənə səhv eləmədi. Çünki tarix elə bir fəndir ki, siz tarixi 1000 dəfə də oxusanız, testdə işləsəz unudacaqsınız. Yəni, hələ ki, əgər fikrinizdə başqa şeylər də varsa, gün ərzində yorğun olursunuzsa, tarix unudulur, yəni. Ən yaxşı oxuyan şagird də olsanız belə, istər-istəməz hansısa bir məlumat yadınızdan çıxa bilər. Ona görə də tarixə görə digər fənləri də risk atmağa ehtiyac yox idi, buna dəymirdi. Ona görə planımı dəyişdim. Belə bir qərara gəldim ki, normal abituriyent cədvəli qurum. Qurduğum yeni cədvəlin şəklini abituriyentlərə eyni zamanda əvvəllər hazırlığa getmiş yaxınlarıma göstərdim və onlar dedilər ki, hə, biz də eynən bu cür cədvəllə getmişik. Yəni, əvvəlki cədvəl həm də ona görə mən sərf eləmirdi ki, 2-3 dənə mövzu öyrənirdim tarixdən və onların testini işləyə bilmirdim. Çox yorulduğum üçün artıq test işləməyə tənbəllik eləyirdim. Bu arada yeni cədvəlin görüntüsünü ekrana yerləşdirəcəm. Əgər istəyirsinizsə, ekran görüntüsünü də ala bilərsiniz. Cədvəldə birinci gün inşallah Azərbaycan tarixi və Azərbaycan dili işləyəcəm. Azərbaycan tarixindən bir mövzu öyrənib onun testini işləyəcəm. Azərbaycan dilindən mövzu qısadırsa bir mövzunun testini işləyəcəm. Amma əgər mövzu uzundursa onu 2 hissəyə bölüb işləyəcəm. İkinci günlər ədəbiyyat və ingilis dili. Üçüncü gün Azərbaycan tarixi, Azərbaycan dili yenə. Dördüncü gün ədəbiyyat, ingilis dili. Beşinci gün isə ümumi tarix, Azərbaycan dili. Və 6-cı gün, bazar günü də riyaziyyat işləyəcəm. Eyni zamanda bəzi 6-cı günlər evdə oluram deyə bazar günü 6-cı gün təkrar edəcəm tarixdən. Yəni, təkrar mütləq eləməlisiniz, yoxsa yaddan çıxacaq tarix, yenə deyirəm. Yəni, məncə bu cədvəl uyğundur. Hətta qəbula az bir müddət qalmış, tarixi biraz da artırmaq olar. Bir gündə, 6-cı ya da bazar günü tarix oxumaq olar. Yəni, məncə bu cədvəl faydalıdır. Bir də bir şey var ki, məsələn, mən sırf bütün qüvvətimi tarixə versəm, birinci buraxılış imtahanı gəlir və buraxılış imtahanında 3 dənə fəndə Azərbaycan dili, ingilis dili, riyaziyyat. Mənim riyaziyyatım çox zəifdir, yəni dəhşət zəifdir ki, mən məktəbdə riyaziyyatı yaxşı oxumamışam deyə. Bundan qaynaqlanır mənim riyaziyyatdan zəifliyim. Ona görə də mən yenə geri düşəcəm. Ona görə də bütün qüvvəni bir dərsə verib digərlərindən məhrum qalmaq doğru deyil. Ən azından tarixdən səhvim olanda digər fənlərlə o səhvləri örtə bilərəm. Düzdür, mənə çox bal lazım deyil, amma hər halda mən yenə də yaxşı bal toplamaq istəyirəm. Hətta mənə çox az bal lazımdır, amma yenə də mən həddindən artıq çox çalışmaq istəyirəm. Bir də ki, mən gündəlik planlarımı bu dəftərə yazıram. Belə bir test dəftərim var. Bunu dərs videolarımda göstərmişəm sizə dəfələrlə. Bu dəftərimə yazıram. Burada məsələn mən 6 bazar heç nə oxumamışam. Yəni heç nə oxumadım. O qədər gün ərzində boş keçirmişəm ki, yəni faydasız keçirmişəm və bu da hardan qaynaqlanır? Bütün həftəni ancaq dərs oxudum gecə səhərə kimi. Yəni, bərbad. 6-cı gün o yorğunluğum sanki çıxdı və qurduğum planların heç birinə uymamışam. Amma yəni, sizə belə göstərəm. Burada uymadığım plan var, burada uymadığım plan var. Yəni, bütün planlara uymuram hər zaman. Təbii ki, yəni, video qoyuram deyə o demək deyil ki, mən hər gün dəli kimi dərs çalışıram. Sadəcə, yəni, çox yorğun oluram bəzən. Bu da mənə mane olur. İşdən gəlib, ev işlərlə bərabər daha sonra dərs oxumaq insanı çox yorur. Amma belə bir dəftər qursanız, ən azından baxanda görəcəksiniz ki, burada hansısa elə bir cədvəli sona qədər eləməmişsiniz, çatdırmamışsınız və utanacaqsınız. Və yaxud da o şey sizi motivasiyadan salacaq və sabah motivasiyadan düşməmək üçün artıq başlayacaqsınız dərslərinizi yaxşı oxumağa. Yəni, İstəmirsiniz ki, yəni, bura qədər yaxşı gəlib və bura pis olsun. Ona görə də məcbur oxuyacaqsınız. Bu sizi məcbur eləyəcək. Yəni, belə bir dəftər tuta bilərsiniz. Dəftər tutmaq istəmirsinizsə ajandalar satılırlar. Trendyoldan, Temuda bilmirəm var, amma Trendyoldan sifariş verə bilərsiniz. Türkiyədə ajandalardan istifadə olunur, amma bizdə bilmirəm, ajanda var ya, yoxdur. Yəni, belə bir dəftər tutsanız, məncə sizin üçün faydalı olar. Eyni zamanda, əgər cədvəl sizə uyğunsa istifadə edə bilərsiniz. 3-cü qrup hazırlaşmağa ehtiyac yoxdur. Yəni, 1-ci qrup hazırlaşan bir abituriyent ola bilərsiniz, yaxud da 2-ci 4-cü qrupa hazırlaşan abituriyent ola bilərsiniz. Siz
özünüzün dərslərinizi cədvələ uyğun, sizinlə paylaşdığım cədvələ uyğun da bölüşdürə bilərsiniz. Yəni oxşar dərsləri o şəkildə bölüşdürə bilərsiniz. Biologiyanı məsələn tarixin yerinə qoyun. İkinci qrupda coğrafiyanı tarixin yerinə qoyun. Birinci qrupda tarix var onsuz da. Düz tarix orada vacib deyil, o qədər də çox bal vermir, amma yenə də bal verir və sizin əlinizdən tutur deyə tarixi də o şəkildə eləyə bilərsiniz. Məsələn, bizdə 3-cü qrupda ədəbiyyat, ingilis dili az bal verir. Mən ədəbiyyatı çox sevirəm, dəhşət sevirəm. Yəni yorulmuram ədəbiyyat oxumaqdan və qəbulda da ən çox ədəbiyyat yazmışdım. Ona görə mən ədəbiyyata 2 gün ayırmışam. Ümumi tarix mövzuları azdır. 40 dənə ya da 44 dənə mövzudur. Ona görə ona az vaxt ayırmışam. Amma məsələn planım dəyişə bilər. 6 bazar görürəm ki, vaxtım boşdur. Yəni riyaziyyat işləmişəm, vaxtım boşdur. Bir dənə ümumi tarixdən dərs öyrənə bilərəm. Yəni maksimum dərəcədə boş vaxtdan faydalanmaq lazımdır. Yəni əslində mən birisindən qorxuram. Belə dərs cədvəllərimi, dərs videolarımı sizinlə paylaşıram. Qorxuram ki, gözləntilər yüksək olar. Mən gedib qəbuldan yüksək toplamayam və insanların o güvənini qıram biraz. Bu biraz məni narahat eləyir. Yəni inşallah ki, gələcəkdə belə bir hal yaşansa, bilmirəm, yəni sizin motivasiyanıza pis təsir eləmərəm. Çünki deyirəm də, yəni mənim riyaziyyatım zəifdir. İşlə bərabər onu eləməyə çalışıram. Gəlib biraz dincəlib yatıb gecə səhərə kimi oxuyuram. Bunlar biraz mənfidir, amma siz mənim kimi olmayın, ruhdan düşməyin. Yəni vaxtınız çoxdur. İnşallah ki, dayanmadan çalışın, cədvəl qurun, planlı olun və gəlin bir yerdə çalışaq hər zaman. Mən də indi biraz dincəlib başlayacağım dərs oxumağa və onun videosunu sizinlə paylaşacağam. Onun videosunu sabah sizinlə paylaşacağım. Bu arada ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Gəlin artıq sağollaşaq. Növbəti videolarda, vloglarda görüşənədək hələlik.